Hər vaxtınız xeyir. Bugün sizlərlə çox maraqlı, həm də biraz dərin bir mövzudan danışacağıq. Psixoterapevt Subhan Abuşovun fikirlərinə əsaslanaraq bir insana verilə biləcək ən ağır cəzanın və ən böyük mükafatın nə olduğunu araşdıracağıq. Hə, bu elə bir mövzudur ki, əslində hamımızın həyatına toxunur. Bizim münasibətlərimizə, hətta özümüzü necə görməyimizə birbaşa təsir edir. Gəl elə birbaşa bir sualla başlayaq. Heç özünüzə bu sualı vermisiniz, məni daxilən, iç dünyamda nə güclü edir? Çox yerində sualdır. Və təbii ki, bunun əksi də var. Bəs məni nə zəiflədir, nə ruhdan salır? Cavab, bəlkə də heç ağlımıza gəlməyən bir yerdədir. Bax, Subhan Abuşov deyir ki, bir insana verəcəyimiz ən ağır cəza heç də ona qışqırmaq və ya fiziki zərər vermək deyil. Ən pisi, onu sadəcə görməzdən gəlməkdir. Elə bil ki, o insan heç yoxdur. Bu həqiqətən də çox düşündürücüdür. Yəni, birini yox saymaq. Bu bir növ psixoloji ölüm hökmü kimidir. Bəli, çünki bu anlıq bir küskünlük, bir incilik deyil qətiyyən. Bu, daha dərinə işləyir. İnsanın lap özünə olan dəyər hissini, öz güvənini hədəf alır. Çox gözəl ifadə etdin. Elə bil ki, güzgüyə baxırsan və əksin get-gedə silinir, yox olur. Və bilirsiniz, ən pisi nə vaxt olur? Dəyər verdiyin, sevdiyin insanlar sənə qarşı laqeyd olanda, bax onda beynində o amansız suallar dönməyə başlayır. Bəlkə də mən yetərli deyiləm. Tamamilə. O bir sual dalınca başqalarını da getirir. Yəni, mənim varlığımın heç bir önəmi yoxdur. Artıq insan öz yerini, bu dünyadakı münasibətlərindəki rolunu şübhə altına almağa başlayır. Və sonda gəlib ən ağrılı suala dayanır. Yoxsa mən dəyərsizəm? Subhan Abuşov da məhz bu nöqtəni vurğuluyur. Deyir ki, bu suallar zamanla insanın özünə olan bütün inamını yeyib bitirir. Bax, bu görünməz olmağın, yox sayılmağın o ağır cəzasıdır. Deməli, belə çıxır ki, ən ağır cəza laqeydlikdir. Yaxşı, bəs bunun tam əksi, yəni ən böyük mükafat nə ola bilər? Gəl elə indi bu iki qütb arasındakı fərqə baxaq. Yəni, yox sayılmaqla dəyər görmək arasındakı o dərin uçuruma. Baxın, bu cədvəl əslində hər şeyi necə də aydın göstərir. Bir tərəfdə laqeydlik var, daxili boşluq, zədələnmiş inam, emosional bir soyuqluq. Digər tərəfdə isə dəyər və diqqət. Bu da özü ilə təhlükəsizlik hissi, güclü emosional bağlar və möhkəm bir münasibət gətirir. Həqiqətən də bir münasibətin gedə biləcəyi iki fərqli aləmdir bu. Və beləliklə gəlib çatırıq ən böyük mükafata. Bir insana verə biləcəyimiz ən qiymətli hədiyyə, ona həqiqətən göründüyünü, varlığının fərqində olduğumuzu və dəyərli olduğunu hiss etdirməkdir. Yəni, bu sadəcə kompliment demək deyil, düzdür? Məsələn, saçın nə qəşəngdir deməkdən daha derin bir şeydir. Qətiyyən, əsl diqqət səmimi şəkildə orada olmaqdır. Qarşındakını can qulaqla dinləmək, onun hisslərini ciddiyə almaq və ən əsası, onun varlığını təsdiqləməkdir. Xanım, bəzən heç uzun-uzadı cümlələrə ehtiyac qalmır. Ən böyük təsir ən sadə sözlərdə olur. Məsələn, bax bu cümlə. Nə yaxşı ki sən varsan, nə yaxşı ki həyatımdasan. Bəy, Subhan Abuşov da deyir ki, bu sadə cümlənin təsiri sözün əsl mənasında möcüzəvidir. İnsanın üç dünyasında elə güclü bir müsbət reaksiya yaradır ki, çünki bu cümlənin altında yatan mesaj çox aydındır. Sənin varlığın mənim üçün önəmlidir. Bu, qarşındakı insanın varlığına verilən ən böyük təsdiqdir. Hə, bu artıq sadəcə bir cümlə olmur. Bu, qarşındakı insana hədiyyə etdiyin bir dəyər olur. Onun qaranlı anlarında parlayan bir ulduz kimi. Deməli, belə başa düşürük ki, bütün sağlam münasibətlərin, istər dostluq olsun, istər ailə, istərsə də sevgi, hamısının təməlində bu qarşılıqlı görmə və görülmə prinsipi dayanır. Tamamilə Subhan Abuşovun yanaşması da məhz bunun üzərində qurulub. Yəni, söhbət bir tərəfli bir şeydən getmir. Sağlam münasibət iki tərəfli bir yoldur. Bizim həm dəyər görməyə ehtiyacımız var, həm də dəyər verməyə. Daha sadə dillə desək, həm sevməyə ehtiyacımız var, həm də sevilməyə. Həm görməyə, həm də görülməyə. Bey, bir düşünün, insan dəyərli olduğunu hiss edəndə nə baş verir? Özünü sanki görünməz bir qoruyucu qalxanın içində hiss edir. Daha güvəndə, daha sakit olur. Və məhz bu güvən hissi, bu təhlükəsizlik hissi emosional bağları elə möhkəmlədirir ki, o münasibət həyatın ən çətin sınaqlarından belə daha sağlam çıxır. Yaxşı, bu qədər danışdıq. Bəs indi əsas sual, biz bu gücü gündəlik həyatda necə istifadə edə bilərik? Yəni, sevdiyimiz insanları necə gücləndirə bilərik? Ən gözəl tərəfi də odur ki, bu güc əslində hamımızın əlindədir. Və bunu etmək düşündüyümüzdən qat-qat asandır.
Aslında hər şey cəmi 2 sadə, amma inanılmaz dərəcədə güclü addımdan ibarətdir. Birincisi, həqiqi mənada diqqətlə dinləmək. Yəni, telefonu, televizoru, bütün diqqət dağıdan şeyləri bir kənara qoyub, tamamilə qarşındakı insana fokuslanmaq. İkincisi isə onun varlığını təsdiqləmək. Yəni, onun sənin üçün nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək. Biraz əvvəl dediyimiz o sehirli cümləni xatırlayırsınız? Bax elə onu demək. Elə isə, söhbətimizi bu yekun suala bitirmək istəyirik və bu sual əslində hamızadır. Bəs siz bugün kiməsə dəyərli olduğunu hiss etdirdiniz? Unutmayaq ki, bu, heç bir maddi xərc tələb etməyən, amma bir insanın qəlbinə verə biləcəyimiz ən böyük mükafatdır. Kiçik bir cümlə, amma təsiri sonsuz.